Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Binəqədinin düz girişində, düz yaxın yaxşı yerində, yolun düz qırağında 4 otaqlı kupçalı, yəni çıxarışlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev düz yolun qırağında. Maşınların səsi də gəlir, gördüyünüz kimi, eşitdiyiniz kimi. Yəni düz yola açılır. Ev kupçalı evdir. Bu evin xarici görünüşüdür. Gördüyünüz kimi də altı qarajdır. Ev elə bir Tesla servisinin düz yaxınlığındadır. Yola baxır. Həm də gördüyünüz kimi həyətinə rahat 3 maşın. Burada da qaraj kimidir. Həm də istədiyiniz kimi yayda oturmaq üçün belə bir ev sahibi belə bir şərait yaradıb. Ev kürsülü, hündürdür, kupçalıdır. Binəqədin düz girişindədir. Şəhərə getmək üçün əlverişlidir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Keçən indi evin içi ilə tanışırıq. Həyətiyəni sahəsi ilə tanış olduq. Orada da bir qapı var, hörmətli izləyicilər. Ev sahibi orada toyuq düzə saxlayır. Yan tərəfində balaca bir yerdir. Sadəcə təsvir olsun ki, bağlıdır. Keçən indi evin içi ilə tanış olağın. Buradan qalxırıq yuxarı. Burada da belə bir balkon hissəsidir. Həyətlərindən belə ətraflı çəkirəm, diqqətlə baxın. Girən kimi burada zaldır, qonaq otağıdır, hörmətli izləyicilər. Evin kosmetik xərci ehtiyacı var, hörmətli izləyicilər. Bundan nəzər alınıb qiyməti qoymuşuq. Əslində bir ev təmir olsaydı baha olardı yerinə görə. Yəni yeri çox qəşəng yerdə yerləşir. Nəzərinizə çatdırım ki, sadəcə biz nəzər almışıq təmirdə. Demək, girən kimi solda burada mətbəxdir. Evin təmirə ehtiyacı var, hörmətli izləyicilər. Yəni nəzərə alınır bunlar. Qiymət deyiləcək sonda. Burada sağda bir otaqdır. Otaqdan içinə əlavə bir də bir yataq otağı var burada, gördüyünüz kimi. Burada 2 otaq iç-içədir. Bir otaqda böyük otaq buradadır. Haradasa 4-ün 5-i olar. 20 kvadrata yaxın bir otaqdır burada da. Ev də havalı evdir. Pəncərələr tam açıqdır. Havalanmaya uyğundur. Arxası da boşdur. Yəni nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, bax, heç maneət öyrətmir. Arxası da boşdur. Bura əldamı yeridir. Biraz asılacaq bura, yox. Bağlıdır bura. Sanitar qovşağı ilə hamam ayrı-ayrıdır. Təmirə ehtiyacı var. Yəni bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. 4 otaqdır. Burada hamam hissəsidir. Burada hamam hissəsidir. Yəni gördüyünüz kimi həm hamamına, evin özünə, yəni kosmetik xərcə ehtiyacı var, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməkliyi göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Sesal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm, ev Binəqədin düz girişində, Tesla servisinin düz yaxınlığında, darvasız düz qapıya açılır, yol qırağıdır. Evin qiyməti də 98-nin stat qiymətdir. Real alacaqsa endirimi birbaşa sahibi ilə danışacaqsa, son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin, Allah alana da xeyir versin, Allah satana da.